Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Amerikada məhz New Yorkun meri və digər ştatlarda da qubernator seçkiləri keçirildi və çox maraqlı olan məsələlərdən biri ondan ibarətdir ki, bir müsəlman Zöhran Mamadani deyilən şəxs qalib gəldi. Yəni bu özü müsəlman əsillidir, Hindistanlıdır və müsəlman əsillidir. Sözüm ondan yox, bu cavan oğlan respublikaçılara qalib gəldi. Hələ Virginiyada da bir xanım qubernator seçildi və Trump'ı doğrudan da böyük bir məğlubiyyətə uğratmış oldu. Bununla beraber həm də Mamadani, yəni Zöhran Mamadani həm respublikaçılar tərəfindən, həm də müəyyən mənada demokratların içində də bəyan edilməyən şəxsidir. Yəni niyə görə? Ay müsəlman da olmaz, amma bütün New York xalqı, New York insanları onu seçdi və bildirdi ki, Amerika demokratiyanın beşiğidir. Bəzi insanlar vardı, çıxırdılar, mərq Amerikaya lənət, sən öz ölkəndə bu ədaləti yarada bilərsənmi? Sən öz ölkəndə bu ədaləti yarada bilərsənmi? Bir müsəlman gəlsin, qalib gəlsin. Görürsünüzmü? Bu da Amerikanın gücü. Amerikaya lənət oxumaqla deyil. Bugün Amerika xalqı qalxır və Zöhranın dediyi kimi, ey Trump, diktatoru yalnız diktatoru seçənlər məğlub eləyə bilərdi. Bəli, səni New York gətirmişdi. New York da səni məğlub elədi. Bu da Amerikanın gücü. Yalnız və yalnız sistem olduqda heç bir şəxs diktatura qura bilməz. Yalnız və yalnız sistem olduqda, xalqın hakimiyyəti olduqda, xalq öz istədiyini gətirir. İstəsə xristiyanı gətirər, istəsə müsəlmanı gətirər. Bu günləri Zöhran əlbəttə ki, Amerika xalqına qulluq edəcək. Əlbəttə ki, New York xalqına xidmət edəcək. Amma əsas məsələ ondan ibarət ki, sistem və sistem. Trumplar yox, 100 dənə də Trumplar gəlsə, onlar diktatura sistemi yarada bilməzlər və mən düşünürəm ki, bu elə Trump'ın bu 8-9 ay ərzində apardığı siyasətin də yanlış olduğunu və əsasən də bu yanlışlıq Ukrayna siyasətində özünü göstərir. İndi özünü dəyişsə də, amma əslində qalsa Amerikanın içində kifayət qədər güclü məğlubiyyət deməkdir və digər aylarda da biz bu məğlubiyyətin corab söküyü kimi gələcəyini görəcəyik. Təşəkkür edirəm diqqətinizə görə.